Bakısız mən yaşaya bilməmişəm ömür boyu, Azərbaycansız yaşaya bilmirəm. Azərbaycanda gördüyüm adi insanlar var, hansı ki belə çox yaxşı münasibətim bir o qədər olmayıb, hətta onlar üçün darıxıram. Azəri torpağının havamızı evladıyıq, Bakı bizim anamız, ona canla bağlıyıq. Sən saç ey günəşim, Azərbaycanıma, əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Mən burada, əlbəttə ki, birinci növbədə Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkar mahnıları, Azərbaycanın şanson musiqisi, Bakı folkloru deyilən bir janr var. Fransız, İtalyan, Rus, İngilis, Yunan dillərində mahnılarım var, repertuarım var. İtalyan dilində mahnılarım var, oxuyuram, yəni həmən qarşılayırlar, həmən gözəl qarşılayırlar. Bu restorana gələn insanlar hər millətdən olur. Və mən Azərbaycan mahnısı oxuyanda, Azərbaycan dilində, Azərbaycan türkçəsində mahnı oxuyanda, İngilislər də musiqinin dili var da, bilirsiniz, İngilislər də rəqs edirlər. İngilislər də ritmi tuturlar. Bu restoran hamı üçündür. Oxumaq üçün də təhsil lazımdır. Körpü tikirsən, mühəndis olursan, onun üçün də təhsil lazımdır. Yoxsa körpülər sınar. Siyasət üçün də təhsil lazımdır. Oxumağı bilməyən adam səhnəyə çıxanda, yaxud o işlərlə məşğul olanda, o naşılıq özünü sonra göstərəcək. Mən bu oxumağa gələnə qədər tar məktəbinə 5 il getmişəm, tar fortepiano. Vokal dərsləri fərdi şəkildə Ulu Əsgərov, Yaşar Səfərovdan almışam İncəsənət Universitetində. İncəsənət Universitetində mən aktyorluq, rejissorluq sənətinə yiyələnmişəm. Yəni mən nə bilim hardasa başqa bir sənətlə məşğul olub təsadüfən incəsənətə gələnlərdən deyiləm. Əziyyətlə, zülmlə və gəlmişəm, uğur qazanmışam. Mikrofonu əlimə götürən kimi uğur qazanmışam. Vallahi həyatda nəyə nail olmuşamsa, sənətimlə nail olmuşam. Azərbaycanda olduğum vaxtda mən bilirsiniz ki, toylara getmişəm. Təşəbbüsüm olmadan hansısa bir sayt sorğu keçirmişdi və mənim adım orada qalib olmuşdu və mənə elit toylar kralı adı vermişdilər. Mən o günləri 2 gün bundan öncə Houston'da konsert verərkən o insanlar mənə yaxınlaşırdılar. Deməli 4 cütlük yaxınlaşdı mənə ki, siz bizim Azərbaycanda 2002, 2003-cü, 2004-cü illərdə toylarımızı aparmışsınız, oxumusunuz. Ümumiyyətlə mən görəndə ki, bax bir ailə, evlatlar var, uşaqlar var falan, toylarını mən oxumuşam. Mən bundan sevinirəm də, mən bununla yaşayıram. Oxuyuram, görürəm ki, 200 nəfər, 300 nəfər birdən rəqs eləyir. Mən baxıram o səhnəyə, mən uçuram.